Əla epizod, əla iki hərəkət. Tonkara
Şoliçlə Lironun qarşısında Rail Məlikov var. Şoliç cərim meydançasına daxil olacaqmı? Ötürmə verdi. Şoliç vurdu və Stamenkoviç topu qaytardı. Cərim meydançasına doğru ötürmə. Rusicin zərbəsi və Stamenkoviç. Stamenkoviç Neftçini qoldan xilas edir. Olduqca təhlükəli vəziyyət yarandı Neftçinin cərim meydançasında. Rusic çətin mövqedən qapıya doğru zərbə vurma imkan tapdı. Baxmayaraq ki, Neftçinin oyuncusu epizodu təkrarını izləyirik. Rail Məlikov sona dək ki, Rusicin yanınca qaçır, amma Rusicə zərbə vurma mani ola bilir. Cərim meydançasına doğru ötürmə verdi. Başda qapıya doğru zərbə və Stamenkoviç yaxşı oynuyor. Ekran Bediyev sol canta ötürmə verdi. Epizodu təkrarını izləyirik. Rəif futbolçu ilə mübarizədə qapıya doğru zərbə vurma imkan tapdı. Etmiyorlar. Serebryovski hücumu devam ettirir. Geri götürülür top. Cəmşid Mərdəmov. Zərbə endirebiləcəkmi Cəmşid? Qapıya doğru zərbə və Stamenkoviç komandasını qoldan xilas edir. Cərim meydançasına ötürmə ancaq Zeyn Silva topu uzaqlaşdıra bilmədi. Medvedevin zərbəsi Stamenkoviç. Əla oynuyor Saşo Stamenkovasını. Real qoldan xilas edir. Budur epizodun təkrarı. İki gözəl hərəkətlə. İki gözəl Şumpinyon qapı qarşısına ötürməsi. Başla qapıya zərbə Stamenkoviç. Vüqar Nadirovun başla zərbəsindən sonra Stamenkoviç əla oynuyor. Çətin bir vəziyyət olmasına baxmayaraq Stamenkoviç demək olar ki, parmağı ilə mənə baxır. Medvedevin zərbəsi və Stamenkoviç. Daha bir güzel zərbə olacaq. Zərbə o qədər qüvvətli olmasa da kifayət qədər təhlükə oldu. Təkrarı bir daha izləyik. Medvedev topun yerə vurdu və bu sosda təbii ki, qapçı sözü yoxdur. Artıq zərbəsi yerinə etmək olar. Nadirovun zərbəsi və Stamenkoviç. Güzel zərbə olacaq. Camalov zərbə verir. Daha bir zərbə. Stamenkoviç. Şiliç qüvvətli zərbə. Rodriguez, Asis. Ötürmə. Kamarana oynankənar vəziyyət yoxdur. Kamara zərbə edirlər. Kamara! Növbəti zərbə oldu. Stamenkoviç məhz bu epizodda komandasını Real qoldan xilas etdi. Və daha sonra təbii ki, Igor Mitreskinin peşəkar oyununu qeyd etmək lazımdır. Hücumu davam etdirir. Asis qapı qarşısına ötürmədir. Və Rəşad Abdullayevin zərbəsindən sonra Stamenkoviç komandasını qoldan xilas edir, həm də çox ustalıqla etdi bunu. Təkrara bir daha izləyək. Erik Ramos topu uzaqlaşdıra bilmir və Abdullayev topu saxlamadan qapıya ünvanlayır, ancaq Stamenkoviç burada həqiqətən də komanda. Roşan ötürməsi aktiviteli qapçı üzmə üzmədir və Stamenkoviç parmaqlarının ucu ilə topu meydandan çıxarır. Arseniyev'in ötürməsi Pamenko'ya doğru. Stamenkoviç.
çalışdı. Bu arada Ruslan Poladov təmələnə bilərdi hal-hazırda Saşa Stamenkoviçlə tək-təkə çıxdı. İzləyirik bu epizodu. Bəli, Saşa Stamenkoviç qalib ayrıla bilmədi. Stamenkoviçin üstünlüyüdən Uğur Pamuk topladı. Ötürmə irəliyə doğru Ruslan Nəsirli istiqamətində və oyundan kənarda. Life. Obrana Stamenkovića. başladı. Hazırlık komandası hücumu ve yine Saşa Stamenkoviç bu epizodda gola imkan vermedi. Ve Kristanoviç bu epizodda